Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidməti ilə Qarabağ Universiteti arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bu barədə tərəflərin Qarabağ Universitetində keçirdiyi görüşdə məlumat verilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə bildirilib ki, əməkdaşlıq tələbələrin nəzəri biliklərinin praktik fəaliyyətdə tətbiqinə, regionun sosial-iqtisadi və turizm potensialının artırılmasına töhfə verəcək. Belə ki, əməkdaşlıq çərçivəsində tələbələrlə mütəmadi görüşlər və müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərdə tələbələrin bölgənin inkişafına dair fikir və təklifləri dinləniləcək, yeni təşəbbüslərin formalaşmasına şərait yaradılacaq. Bundan əlavə, regionun sosial-iqtisadi inkişafı mövzusunda illik və ya yarım illik müsabiqələrin təşkili planlaşdırılır. Ən yaxşı 5 layihə komissiya tərəfindən seçilərək mükafatlandırılacaq və qalib layihələrin icrası dəstəklənəcək. Qarabağ Universitetində Dirçəliş klubunun yaradılması isə tələbələrin turizm təşəbbüsləri, dövlət səviyyəli tədbirlərin təşkili, informasiya, tanıtım layihələri kimi sahələrdə iştirakını təmin edəcək. Klub həmçinin mövsümi könüllülük fəaliyyəti, təcrübə proqramları və tələbələrin ixtisaslarına uyğun bacarıqlarının inkişafı baxımından mühüm platforma kimi nəzərdə tutulur. Qarabağ Universiteti ilə əməkdaşlığın gənclərin regionun dirçəlişi prosesinə daha fəal cəlb edilməsinə imkan yaradacağı da vurğulanıb. Əməkdaşlığın konkret mexanizmlərinin müəyyən edilməsi məqsədi ilə yaxın günlərdə tərəflərin iştirakı ilə növbəti görüşün təşkili təklif olunub. Elvin Qudratov, Şamxal Adıgözəlov, Həcər Həsənova, Bu Gün İnformasiya proqramı üçün.